İndi görəməliyim, Quranda olan bütün mövcud olan ilim, Allah'ın bütün ilmidir, yok. Allah'ın ilmi, onun kudreti, onun gücüne məhdudiyet yoktur. Yani varlığı məhdud değil, sonsuz. Çünkü Hazreti Ali der ki, məhdud olanın məhdudiyetinden sonra boşluğu olacak. Buraya gelirdim biz, bundan önce boşluğu. Boş olan yerde sayı ihtiyaç olar. Sayı artanın Allah'lığı batıl olar. Görsem ne güzel. Allah'ın zatı, yani varlığı naməhduddur. Tarkov'dan zəng eləmişlər. 2017-16 Dəlləbəd əhlindəndir. Dedi, burada Əl-Cəzair ərəbləri var. Onlar deyirlər, qiyamətdə biz Allah'ı görəcəyik. Dedim, hələ telefonu ver ona. Salamlaş. Mən bundan ərəbcə soruşuram ki, dedim, qulli min fəvlikum, həl nərə Rabbənə yevməl qiyamədir, inşaallah sənərə. Dedim, Allah'ımızı qiyamətdə görərik, tezliklə görəcəyik. Dedim ki, Allah'ı görəndə, ləmmə rə'inə Rabbənə həl nərə kulləllahu nisvəllah. Dedim, Allah'ı görəndə onun hamısını görərik, yarısını görərik.